bir ruhdur. Bütün bu sənətləri təxəyyül cəmləşdirir. İndi isə biz istəyirik. Hörmətli qonaqlar, indi isə təxəyyül qrupunun mahnısını qızlarla birgə ifa edir nəğməkar şair Elşən Sabiroğlu. Alqışlayın. Qızlardan səhnəyə çıxır Cəmilə Əsgərova, Elmira Yahyayeva, Xalidə Kazımova, İnci Məstin, Qənirə Əsgərova, Nurani Cəfərli, Nurani, Tuncanə Ağaballayeva, Yenigül Həsənova və Vüsali Yunusova. Biraz bunu yuxarı qaldıraq da, səsin çatmayacaq. Bunu biraz yuxarı qaldıraq da. Ayaqla nə gözəl insanlar. Bunu biraz yuxarı qaldıqca. Yuxarı qalxınlar biraz bunu. Bilirəm, siz də kömək edin də. Salam, hər vaxtınız xeyir olsun, əziz, dəyərli təxəyyül art qrupunun bütün ailəsi. Salamlayırıq sizləri bu gözəl gündə. Həmişə xoş günlərdə olasınız. Biz də qəhrəman şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik. Və təbii ki, bir söz qeyd edeyim. İlk öncə mən təşəkkürümü bildirəm Natiq müəllimə, bizim rəhbərimizə, eyni zamanda Vüsalə xanıma və bütün üzvlərə. Burada çox dəyərli, gözəl insanlar var. Mən bir-bir az çəkə bilməyəcəm. Salman müəllim, sizləri salamlayırıq, dəyərlimiz. Eyni zamanda Zəka müəllim, sizləri salamlayırıq. İlham müəllim, Gülağa müəllim. Sizlərə dərin təşəkkürümüzü bildiririk. Mən bir söz deyəcəm. Yəni bunu demək mənim borcumdur. Bizim kataloq kitabda yer alan bir icidimiz, mənim əziz Murad dostum, hal-hazırda 2 gündür doğma vətən keşiyindədir. Əskərdir. Əskərlərimizi ürəkdən alqışlayaq. Mehmet qardaşım, valideyni iştirak edir. Allah qorusun, hər birini sağ-salamat gəlsinlər inşallah. Amin. Sosial şəbəkədə neçə qrup var, təxəyyül ailəsinə çatmaq mı olar? Bəyləri centlemendir, xanımları gül, bax belə bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Bircə xoşbəxt yaşayaq, olaq mehriban. Biri bizə can desə, bizdə deyək can. Biri bizə can desə, bizdə deyək can. Bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Görüşürük Yaxından oluruq tanış,
Gəzirik hər bölgəni biz qarış-qarış. Vətən Gülüstan bizsə nəğməli bülbül. Bax belə bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Oymaçır rəqqas alır Allahdan ilham. Musiqici, keçəçi, xalçaçı, rəssam. İncə sənət yolunda yox bizə müşkül. Bax belə bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Bax belə bir ailədir bizim təxəyyül. Çox gözəl bir ailədir bizim təxəyyül. Təşəkkür edirəm, alqışlayan əlləriniz var olsun. İnşallah subaylarınızın toyunda. Sənətşünas üzrə elmlər doktoru Cübra Əleybanı səhnəyə dəvət edirik. Cübra müəllimə, alqışlayın. Əziz qonaqlar, əziz Azərbaycan rəssamları, yaradıcı insanlar, müəllimlər, hamınızı təbrik edirəm. Bugün çox gözəl bir gündür. Ne üçün gözəl gündür? Ona görə ki, mənim tələbələrimdən ən belə, necə deyim də, yenilikçi tələbələrimdən biri yanımda dayanıb və o bu işi bacardı. Bütün rəssamların xeyli hissəsi təkcə Azərbaycandan deyil. Demək olar ki, hər yerdən, dünyanın hər yerindən öz ətrafına toplaya bildi və böyük bir, necə deyək, yaradıcı iş gördü. Bu yaradıcı iş ondan ibarətdir ki, hər adamın işi deyil. Bunu yaratmaq üçün böyük bir kollektiv lazımdır. Və bu kollektiv burada var. Və bu kollektivlərdən ən mənim sevdiyim tələbələrimdən, ondan sonra dünyada tanınmış öz əsərləri ilə, öz yaradıcılığı ilə, demək olar ki, Avropanın hər yerindən, necə deyərlər, hər yerində birinci yer qazanan bu gözəl qızımız indi burada bu işlə məşğuldur. Və sizə deyə bilməm, bəli, bilin bu xanım kimdir. Yəni burada olan insanlar hamısı vətəni sevən, incə sənəti sevən, insanları sevən adamlardır. Və bunlar, yəni bu, necə deyərlər, bu təxəyyülün üzvləri, yəni onların ola bilər ki, iş yerləri olmasın. Amma onlar o qədər xoşbaxtdılar. Mən də onların içində, çünki mən də buradakilərin çoxsun müəllim olmuşam və inanıram ki, bundan gözəl iş dünyada yoxdur. Qrupun üzvü, yəni bu yaradıcı qrupun üzvü 5 nəfər, yəni kitab üzərində və əsasən də 2 nəfər, başda mənim gözəl tələbəm və yanımdakı xanım və bilirsinizmi, dünyada insanın, yəni xalqa və yaxud da bir kəsə verədiyi şey nədən ibarətdir? Yəni onu xoşbaxt eləmək üçün. Onu o bir dəqiqə, bir an, ondan sonra onun, necə deyirlər, daxili alim insanlar ola bilər ki, çox zəngin olsun, insanlar ola bilər ki, çox sağlam olsun, nə bilim, amma ətrafında da insanlar, amma xoşbaxt olmaya bilər. Bir də ki, elə insanlar var ki, o hamıya, onun yanında olaraq, olmayaraq da həmişə xoşbaxtlıq gətirir. Xoş
Belə gözəl, necə deyirlər, hisslər gətirir. Hər gün bu gözəl oğlan, bu gözəl qız efirdədirlər. Hər gün işləyirlər. Gecə və gündüz. Buna nə deyirlər? Kimin üçün? Bizim üçün. Yaratıcı adamlar üçün. Bu nə qədər gözəl şeydir. Görün bu nə qədər yəni nə bilim o kitaba baxanda mən sevincimlə bilmirəm ki, baxmayaraq ki, mən kitabla məşğul olanda mən heyranam bu iki nəfərin gördükləri işlərinə görə. Ona görə də bugün əlbəttə ki, bunlara böyük bir nə deyim, çox sağ ol, can sağlığı, gələcəkdə daha da genişlənsin və dünyaya yayılsın. Halbuki artıq Asiya və Avropanın çox hissəsindən bu deməli jurnalın üzvləri var. Ondan sonra tezliklə inanıram ki, ikinci dildə, yəni İngilis dilində də bu kitab yenidən çap olunacaq və dünyaya yayılacaq inşallah. Mənim bir öz sevgimi nə cürə bildirmək istəyirdim. İnanın ki, bilmirəm, yəqin ki, bir xeyli müddətdən sonra dövlətimiz, yəni Rəssamlar İttifaqı və yaxud da ki, Mədəniyyət Naziri bu qrupun apardığı bu cürə gözəl işləri görəcək və bu ola bilər ki, Respublikanın özündə necə deyərlər keçirildi. Amma ona mən öz xırda balaca bir hədiyəm var. O hədiyəni bu iki yaradıcı şəxsə hədiyyə eləmək istəyirəm. O yanımdadır və bunu yəni onu demək istəyirəm ki, bu sevgi, bu məhəbbət, yəni bu incə sənətə olan, çünki bir insan ki 60 ilini incə sənətə, sənətkarlığa, Qubadan tutmuş hər yerəcən işləyib, universitetlərdə çalışıb və dünyanın elə bir yerində insanlar yox ki, rəssamlar yox ki, mən onları tanımayam və bizimkilərin qabiliyyətinin nə qədər yaradıcı, gözəllik və dünya səviyyəsində göstərə biləcəyini necə həmişə hiss eləmişəm və bugün də hiss eləyirəm. Deyirəm ki, xalqıma sağ olun, var olun. Sağ olun, əzizlərim. Nə yaxşı ki, varsın. Xanım, bir dənə gətir, zəhmət olmasa. Təşəkkür edirəm, çox sağ olun. Müsalə xanımın sizə bir kiçik hədiyyəsi var. Suvenin hədiyyəsi. Bəli, o əl işimlə sizə təqdim etmək istəyir. Gördüğünüz gibi çok meşhur ressamlarımızdan biri, keramika ressamı, uzun iller hem talebem olmuş, sonra da benimle birlikte akademide çalışan Afa Hanım'ın işleridir ve bunu size hediye veririm. Bu bilirsiniz de nedir? Bu nedir? Bu ışıktır. Bu geleceğe yani size yoldu ve bundan inanırım ki bundan sonra da biz bu işle meşgul olacağız. Gördüğünüz bu ışık üçündür. Bunu Erdebil'den sosyal olarak el işidir, ressam işidir. Ve bu da ışıktır. Bu ışığı da bu güzel hanıma ben hediye eləyirəm. Bu sizin işiniz ışıklı olsun ve geleceğiniz daha da parlak olsun. Hamınızı sevinirəm ki sizin aranızdayım ve sevinirəm ki bugün sizin aranızda, o kitabınızda, hatta benim evlatlarım da orada işler orada var ve onlar da sevinecekler. Çok teşekkür ederim. Kübra xanım, biz də sizə böyük dərin təşəkkürümüzü bildiririk ki, bizim dəvətimizi qəbul eləmisiniz və bizim bu gözəl tədbirdə iştirak edirsiniz. Həqiqətən sizə böyük minnətdarlıq bildiririk və sizə də bizim adımızda kiçik bir hədiyyəmiz var.
da. Yəni ki, bu da bir əl işidir. Ki, siz Novruz bayramını araşdıran sənətşünaslardan birisiniz. Və biz burada kiçik bir hədiyyə olaraq, yəni mənim kompozisiyam əsasında çəkilmiş, belə bir hədiyyə eləmək istəyirik. Kübra xanıma Novruz bayramı. Bildiyimiz kimi burada qoğal təsvir olunub, paxlava, şəkərbura və bizim Azərbaycan xalçalarında olan milli ornamentlər, yəni şamdan, xonça və tonqa, Novruz bayramının atributları. Necə də 4 çərşənbə təsvir olunub butalar içərisində. Ot çərşənbəsi, su çərşənbəsi və digər çərşənbələr. Ona görə Kübra xanım sizə böyük təşəkkürümüzü bildiririk və sizi qucaq dolusu təbrik edirik. Şacıyıq. Qonaqlarımıza deyirəm, xoş gəlmişsiniz. Qazaxstan'da hardan? Hardan? Qazaxstan'dan gələk. Добро пожаловать. Rады вам очень. Thank you very much. Hey. Sağ ol, öpürəm abi. Bir musiqi, bir sözdür də yəqin ki. Sıxıcılıq olmaz. Arzu edirəm, bol-bol yaradıcı uğurlar arzu edirəm. Çox sağ olun ki, dəvət elədiniz məni. İndi isə ifa eləyəcəyim mahnı hörmətli yazıçımız, şair Səttar Qarağaclıya aiddir. Onunla bizim artıq nə bilim sayını unutmuşam. Yəni çox birlikdə işlərimiz olub və onlardan bir dənəsini bu gün ifa eləyəcəm. Çox sağ olun.
görüşüm diyeceğim gözlemem yüreğimde yuva kurdum gözlerim gözlemedim diyeceğim gel görüşüm diyeceğim gözlemem yüreğimde yuva kurdum yüreğim gözlemedim sevgilim boynunu vurma ay saçı vurma uzakta durma gel ay sevgilim boynunu vurma dağda duman yer var taşta keman yer var dağda duman yer var taşta keman yer var canım benden incip gidip tanışmayın uman yeri var yanım benden incip gidip tanışmayın uman yeri var uman yeri var uman yeri var gidip tanışmayın uman yeri var yarım benden incip gidip tanışmayın uman yeri var Yazımsan, hoş avazımsan, şirin nakmeli, tenli sazımsan. Gül yazımsan, hoş avazımsan, şirin nakmeli, tenli sazımsan. Gel ay gülüm, danışak danışak, güley, danışak danışak. Gel ay gülüm, barışak danışak, güley, danışak danışak. Bize bu kısmet yaraşmır, gel ay sevgilim, dur gel barışak. Bize bu kısmet yaraşmır, gel ay sevgilim, dur gel barışak. Gel barışak, dur gel barışak. Gel ay sevgilim, tez gel barışak. Bize bu kısmet yaraşmır, gel ay sevgilim, tez gel barışak. Bize bu kısmet yaraşmır, gel ay sevgilim, tez gel barışak. Bize bu kısmet yaraşmır, gel ay sevgilim, tez gel barışak. Kitap